Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizlərlə bir neçə maraqlı sualın cavabına baxaq. Deməli, belə bir sual verilir ki, bu funksiyasının x bərabərdir 2 nöqtəsində törəməsi olduğuna görə emin qiyməti bizdən soruşulur. Funksiyanın törəməsi olduğuna görə, deməli, biz artıq ekstremum olduğuna görə, yəni ekstremum o deməkdir ki, bu funksiyanın törəməsi var, yəni sıfırlar var. Bunun törəməsini tapmaq üçün funksiyanın törəməsini tapıb sıfıra bərabərləşdirməyimiz lazımdır. Törəməni tapan zaman mənfi x-in törəməsi mənfi 1 eləyir. Və biz bilirik ki, integral altı ifadə törəməni götürür və yerdə qalan artıq sadəcə kök altında x plus m qiymət olmuş olur. Bu da bərabərdir. Sıfır olaraq yazmış olur. Və bu zamanda özü şərtdə qeyd edir ki, x-in 2 qiymətində törəməsi olduğuna görə. Deməli, gətirib x gördüyüm yerə 2 yazmalıyam. Kök altında 2 üstəgəl m, bu da bərabərdir 1 edir. Buradan da 2 üstəgəl m bərabərdir 1 alınır. M-in də qiymətini tapdıq, mənfi 1. Cavab oldu, mənfi 1. Növbəti sualımıza keçək. Növbəti sualımız bu sualdır. Belə bir funksiya verilibdir və bu funksiyada deyir ki, Rx və Px qx olmalı toplumları verilibdir və Rx bir çoxhədlidir və eyni şəkildə qx və Px də bir çoxhədlidir. Və bu çoxhədlilərə əsasən əmsallarının cəmi 120 olduğuna görə n-in qiyməti bizdən soruşulur. Biz bilirik ki, çoxhədlidə əmsallar cəmi deyilində x gördüyümüz yerə 1 qoymaq lazımdır. Amma biz hal-hazırda bu ifadə integralı yox edib Px-in özünü tək saxlamalıyıq və misalın şərtində özləri bizə dx şəklində verdiyinə görə artıq biz bu ifadə, yəni belə deyək də, içəridəki ifadə dx şəklində verilib. Biz artıq bunların hər birinin törəməsini tapsaq, eyni şəkildə bunun törəməsini tapsaq, aşağıda da eyni şəkildə bir nəticəyə gəlsək, yuxarı ifadənin törəməsini tapanda funksiyaların hər birinin törəməsi ayrıca tapılır. Bunun törəməsini tapanda deməli, törəməni tapan zaman birbaşa artıq içəridəki x-in törəməsi tapılmış olur. Eyni şəkildə birbaşa içəridəki x kvadratının törəməsi tapılmış olur. Yəni, içəridəki x-in törəməsini tapan zaman bu bizə 1 cavabını verir. X kvadratının törəməsini tapan zaman 2x verir. Və davam etsək, bu şəkildə bundan sonraki gələn artıq x-in kubu olur. Daha sonra x üstü 4. Bu şəkildə davam edir. X-in kubunun törəməsi yazsam, bu mənə 3x kvadratı vermiş olur. Nöqtə ən sondakı ifadə x üstü n-in törəməsi isə bizə n vurulsun, x üstündə n çıxılsın 1-i vermiş olur. Bu da bərabərdir, nə etdi? P x-in özü eləmiş oldu. Artıq P x-in özü eləyəndə birbaşa integral deməli, törəməni götürülmüş oldu. Və daha sonra artıq bunu bu şəkildə yazdıqdan sonra digərini də eyni qayda ilə yazsaq, eyni ifadə alınır və birbaşa biz Px və Qx-in toplamlarını alacağımıza görə elə birbaşa Px-i silin, çünki eyni şeyi təkrar yazmayaq. Birbaşa bunun üzərinə gəlim, digərinin toplamını, digərinin eyni şəkildə törəməsini tapın və törəmə integralı götürülmüş olsun və artıq istənilən ifadəni tapmış olaq. Yəni, törəməsini tapanda yenə də 2x-in törəməsini tapsam artıq bu mənə deməli 2-ni vermiş olur. 2-ni verir. X kvadrat üstəgəl 1-in törəməsini tapsam, bu mənə 2x üstəgəl 1-i vermiş olur. Digərində də eyni şəkildə, məsələn, bu artıq x-in kubu üstəgəl x olur. Bu da mənə üstəgəl 3x üstəgəl 3x-in kvadratı üstəgəl 1-i vermiş olur. Ən sondakı ifadə nx üstəgəl 1 ifadəsini almış oluram. Bunların cəmini bizdən soruşulur. O da bərabərdir. Deməli, Rx çoxhədlisinin əmsallarının toplamı 120 olduğuna görə, dediyinə görə, bunun əmsallarının cəmini tapmaq üçün x yenə 1 qoyuram. Eyni şəkildə digərlərini də yenə 1 qoymuş oluram. Beləliklə, mən artıq istəniləni tapıram. Və bunların toplamında x-dən yenə 1 qoyub toplasam, bu mənə R1-in qiymətini vermiş olur. Bu da yəni 120 olur. Yəni, belə çıxır ki, x-dən yenə 1 qoyub 120-yə bərabərləşdirməliyim. 1 qoysam artıq 1 üstəgəl 2, üstəgəl 3, üstəgəl nöqtə ən sonunda 1 alınır. Yəni, bunun toplamlarını yazıb və digərini də keçib başqa rənglə yazaq. Üstəgəl, yenə də 2, üstəgəl 1 qoyanda 3 edir. Üstəgəl 1 qoyanda 4 edir. Üstəgəl nöqtə ən sonunda 1 qoyanda isə n üstəgəl 1 olmuş olur. Sondakı ifadəmiz. O da bərabərdir 120 alınır. Ədəd sistəmin cəm düsturuna əsasən biz bilirik ki, burada artıq burada n yazmalıyım. Burada n qoymalıyım. 1-dən deyil, n sayıdır. X yenə 1 qoyanda n alınır axı. Bunların cəmini tapanda, bu aciz ədədlərin cəmini tapanda birbaşa Gauss üsulu ilə, yəni ədəd sistəmin işin içinə salmadan belə n vur n plus 1 bölünsün 2 ilə tapa bilərsən. Burada aciz ədədlər olmadıqlarına görə bunu artıq deməli, aciz ədədlər kimi düşünə bilərsiniz. Məsələn, bunun üzərinə özünüzdən 1 əlavə edin.
bir üstə gəlin, eyni şəkildə birini də çıxın. Belə də yaza bilərsiniz. Yəni qausuyla yaza bilərsiniz. Sadəcə mən ədəd silsilə göstərim ki, bəlkə bu şəkildə yazmaq istəyən müəllimlər vardır. Deməli, A1-ci həddimiz əgər 2-dir, D-miz də 1-ə bərabərdir. A-inci həddimiz də n plus 1 olur. Buradakı hədlərin sayını tapanda A-in çıxılsın A1 bölünsün D üstə gəl 1 üstün əsasən A-nın yerinə n plus 1, A1-in yerinə 2 qoyuram, bölünsün 1, bu da üstə gəl 1. Burada da n sayda ədədimiz olduğunu görmüş olduk. İndi ədəd sisteminin cəm düsturunu tətbiq edirəm. Üstə gəl A1, yəni 2 üstə gəl A-in n plus 1 bölünsün 2, vurulsun n sayda ədədimiz var. Bunu da cəmiz elədi 120. Deməli, belə bir təminimiz alındı. N vur n plus 1 üstə gəl n vurulsun n plus 3. Məxrəcdə isə 2 alınır. 2 ilə birbaşa sağ tərk etsin. 2 vur 120 eləmiş olur. Bu kvadrat tənliyi həll edəsiniz. N kvadratı üstə gəlməsin n. Deməli, n kvadratı üstə gəl n. Üstə gəl n kvadratı üstə gəl 3n bərabərdir. 240 alınır. N kvadratı üstə gəl 4n çıxılsın 240 bərabərdir 0 alınır. Buradan da n'in qiymətini birbaşa 10 olaraq tapmış olur. Yəni kvadrat tənliyi həll edib, ekranda n'in qiymətinin müsbət olanını götürürük. Cavab da 10. Növbəti üçüncü sualımıza keçək. Yəni ki, bugünün üçün son sualımıza keçək. Belə bir şəkil verilmişdir ki, bu şəkildə deyir ki, bölmələri sarı, qırmızı və boz rənglərlə rənglənmişdir. Və buna görə deyir, çarxların ikisini çevrildiyi zaman oxlar göstərildiyi bölgələrin eyni rəngdə olması ehtimalı bizdən istənir. Eyni rəngdə olması ehtimalı deyilsə, əgər mən tutaq ki, istəyirəm ki, sarı rəng düşsün. Sarı rəng düşməsi üçün və ikisinin 2 dənə də ayrı çarx olduğuna görə, məsələn, birinci üçün sarı rəngin düşməsi ehtimalı 16 dənədən 4 dənəsidir ki, sarı düşə bilər. Artıq digərində isə, digər çarxda isə 2 dənə sarımız var. Bu da deyir 16-da 2. Nə bilirəm ki, sarı düşür. Bəlkə heç başqa rəng ola bilər. Məsələn, tutaq ki, boz rəngi olsa, birinci üçün 16-da deməli 16-da 8 ehtimalı var. İkinci üçün boz rəngin sayı isə sayanda görürsünüz ki, 4-də 5, 12 dənə də boz rəngimiz var. Üçüncü halda isə hər birində qırmızı xal düşə bilər. Bu zaman 16-da 4, yenə də vurulsun 16-da 2 cavabı eləmiş olur. Bunların toplamına baxsaq, 256-da 16 vur 16 şəklində saxlayaq ki, sayı yeməkdən rahat olsun. 16 vur 16, kəsrin sürətlə 8 üstə gəl 96, o da üstə gəlinsin 8 olur. İxtisar etsəydik daha rahat olar. Adamı da içinə bu şəkildə ixtisar edin qoy. Tənbəl fəninə gedək biraz. Və burada 8 və 16 ixtisar yox. Yazın. Birbaşa toplayın. Neyse. 96 üstə gəl 8, 104. 104 üstə 8 gələndə 112 eləyir. 112 bölünsün 16 vur 16 eləyir. Burada da 112 16 ixtisar gedir 7 qalır. Buradan cavabımız elədi 16'da 7. Bence variantı. WhatsApp grubumuza qoşulub suallardan ilk öncə siz xəbərdar olmaq istəyirsinizsə əgər 050 778 44 24 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Həmçinin dərslərimizə qoşulub faydalana bilərsiniz. Yəni ödənişli dərslərimizə qoşulub faydalana bilərsiniz. Hər iki suallar növbəti suallarda görüşərik.